Liverpool komandası 6 yox, 1 top fərqi ilə Qarabağı məğlub etsəydi, yenə eyni mövqedə qalacaqdı. Amma Qarabağa 6 qol vurmaqla Qarabağın taleyi ilə oynadılar. Hətta 24-lükdən kənarda qala bilərdi Qarabağ komandası. Bəs Liverpool bunu niyə edirdi? Baş məşqçi Arne Slot xüsusi tapşırılmış ki, Qarabağa maksimum şəkildə qol vurmaq lazımdır. Bunun səbəbi də sonradan bəlli olub. Belə ki, Qarabağ Benficanı məğlub etdikdən sonra Benficanın baş məşqçisi qovulub. Chelsea ilə heç etdikdən bir neçə oyun sonra Chelsea'nin baş məşqçisi yola salınıb və sonda Eintrachtı məğlub etdiyinə görə Eintracht komandasının baş məşqçisi yola salınıb. Arne Slot da yol üstündə idi. Əgər Qarabağı məğlub edə bilməsəydi, onu da yola salacaqlarmış. Ona görə də digər həmkarlarının taleyindən nəticə çıxardıb Qarabağ komandasına maksimum şəkildə qol vurmağa futbolçulara tapşırıb. Və belə olduqda Liverpool komandasına lazım olmadığı halda çoxsaylı qol vuraraq Qarabağ komandasının liqa cədvəlində daha aşağı pillələrdə yer almasına səbəb oldular.